Qızılaclı kəndində yol, su və körpü problemi. Ne devlet yardırmıyor, ne cemaatinde imkanı yoktu. Körpü ona bu yolda bağlayıblar, kalmışsın orada. 5-6 aydır grandı kesibler, grandımız, içme suyumuz yoktu. Qızılaclı kəndinin 26 may küçəsinin sakinləri küçədə mövcud bir sıra problemlərdən, o cümlədən aidiyyatı qurumların məsələyə biganəliyindən şikayətlənirlər. Marnioli Bələdiyyəsinin Qızılaclı kəndinin 26 may küçəsinin sakinləri bir yol, bir neçə problemlə şikayətlənirlər. Sakinlər bildirirlər ki, ərazidə kanal ətrafında aparılan işlərdən sonra daxili yollar bərbad hala salınıb, içməli su xəttləri sıradan çıxıb, kanalın ətrafı isə təhlükəli vəziyyətdə tərk edilib. Birinci növ körpü. Körpümüz var idi burada. Körpü kaldırdılar, sekozlama turladılar bu arka nizamlarında. İndi Körpüdən nə üçün istifadə edirsiniz? Mərkəzi yola keçmək üçün? bəli, lekova maşınımızda, çörək maşınımız, yemək maşınımız, bütün hamısını buradan körpü. Odaran bak, o duvarın bölümü, odaranın selkozlamadıdır körpü. Onun körpünün üstünden istifade edirdik, giderdik, gelirdik. Arka aşağı saldılar, sulama suyumuz yoktu. 5-6 aydır grandı kesibler, grandımız, içme suyumuz yoktu. Burada niyə kəsildi? Yəni qırılıb, Arka temizden de kırıldı. Bu beton yıkıldı, betonun bölümünde de durba gedirdi. Bununla beraber temiz durba da kırıldı. Arka su da kırıldı, su gelmiyor. Yaşayış yoktu ha. suyu 5 aydır hardan alırsınız? Nə cür? Kim? Maşınla getirirler. Oradan kırık durba var. Dede baba baktı, oradan şılank dağılıp, körpünün barısından her şılank alıp, bu şılankla gelir saatinde elirler, oradan da doldururlar, getirirler, gelirler. O da bak barata kop bağlayıp yolumuzu kesibler. Körpü ona bu yolda bağlayıblar. Kalmışsın orada. Yəni burada körpüyü uçurub. Körpü orada da baratı bağlayıp, bak oradan barata bağlayıp kesebilmiyor. Hardan gitmeliyiz? Ne var? Bizim en büyük problemimiz yoldu kardeş. Geldiler bu arka düzəldenler düzelttiler. Bütün her yerde eşitler, töktüler. Bak gedin oranı bir çəkin görün ora nə gündədir. Məhəllədə uşağı eşə buraxmaq olmur. Bütün indi çəkib görərsiniz. Kanalizasiya düzəldiblər. Mənim evimin dalı deyilər. Ora hündürlənmişdi. Xahiş elədik bir tör neçə vaxt gözlədik gəldilər, düzəltdilər. Lük hündürür. Gələn maşın altını orada qoyurdu gedir. Bütün yəni yağış yağsın bizim qapıdadır. O qədər torpağı eşitdilər, yola tökdülər ki, yolun bir vəziyyətinə bax nə gündədir. Sakinlərin içməli su problemi ilə bağlı Marnioli Su İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, qeyd olunan məsələ ilə bağlı Su İdarəsinə rəsmi müraciət olunmayıb. Su İdarəsindən o da bildirildi ki, 26 may küçəsinin yaxınlığında su sistemində yenilənmə işləri aparılır və yaxın vaxtda o ərazidə və ətrafında su problemi həllini tapacaq. Sakinlərin yol və körpü problemi ilə bağlı isə Marnioli Bələdiyyəsinin Qızılaclı kənd üzrə mer nümayəndəsi Sədrəddin Talıbovla əlaqə saxladıq. Talıbov bildirdi ki, sakinlərin istifadə etdiyi körpü illər əvvəl vətəndaşlar tərəfindən təhlükəsizlik qaydalarına əməl edilmədən qurulub və kanal üzərində aparılan işlər zamanı təhlükəli olduğu üçün götürülüb. Hazırda yeni körpünün tender əsasında tikilməsi ilə bağlı danışıqlar aparılır. O bildirdi ki, yol və kanal problemləri də məlumdur. Aidiyyatı quruma müraciət olunub, kanalın dibindəki boşluq torpaqla doldurulacaq və yaxın günlərdə əraziyə çınqıl töküləcək.